Deməli əzizlərim, bugün sizə bir yeməklə gəldim ki, Türklərin yəni ən çox sevdiyi yeməkdir. Yaprak sarması. Əvvəlcə yaprak sarmasının içliyini hazırlamaq lazımdır. Deməli, içliyi üçün əvvəlcə soğanlarımızı da qəşəng doğrayaq. Ondan sonra içinə keşniş qatacağam. Keşnişlərimizi də doğrayaq. Əgər evinizdə nanə varsa, quru nanə də ola bilər. Yaşıl nanə olsa daha yaxşı olar. Ondan da qata bilərsiniz. Mən bunları qəşəngcə doğrayıb gəlirəm. Deməli, qəşəngcə soğanımızı qovururuq, sonra zeytun yağında qovururuq. Zeytun yağınız yoxdursa, adi yağda da qəşəng qovura bilərsiniz. Bu qovruldukdan sonra üzərinə tomat, ədviyatlar və yumru düyümüzü əlavə edirik. Ən sonda göyərtini əlavə edirik ki, göyərti ölməsin, diri qalsın. Qəşəng soğanımız qovrulsun, daha sonra keçərik bu aşamalarına. Soğanımız qəşəng qovruldu, hətta biraz həddindən artıq qovruldu. İndi üzərinə düyümüzü, ədviyatlarımızı əlavə edirəm. Bu ədviyatlarımız, bu da düyümüz. Məncə bu qədər düyü yetərli olar. Daha sonra bu ədviyatlarımızın hamısını əlavə edirəm. Bol ədviyatlı istəyirəm. Bunlar da geçen bir yerde qovrulsunlar. Biraz da tomat əlavə elədim. Biraz da bunun üstünə su əlavə edək. Yirəmiz biraz yumuşalsın. Bunun suyu çəkildikdən sonra göyərtisini də əlavə edəcəm bol-bol. İndi əlavə eləmirəm, çünki mən istəyirəm ki, göyərtisi qəşəng diri qalsın. Onsuz da onun içində də biraz pişəcəklər bunlar. Qəşəngcə içliyimiz hazır olarkən biz də yarpaqlarımızı açaq ki, bükərkən bizə maneçilik törətməsin, rahatlıqla bükę bilim. Bu belə bəs eləyəcək, hətta artıq da olacaq, içindən çox çıxır çünki. Yarpaqları bu cür açıram ki, bükəndə rahat olsun. Bu sırada içliyimiz də artıq hazırdır demək olar. İndi üzərinə göyərtini əlavə edəcəm. Bol-bol göyərti əlavə edirəm. Deyəsən sarmada, amma Türklərdə bu qədər çox göyərti yoxdurmu, yoxsa varmı? Onu dəqiq bilmirəm, amma mən göyərti daha çox sevirəm. İçliyimiz hazırdır. İndi biraz soysun. Mən yarpaqları açana kimi bükməyə başlayaq. Deməli, hər şeyi hazırladım. İçliyimiz bu cür alındı. Yarpaqlarımız bu cür. İndi qəşəng bükürəm hamısını. Bir əlinə çəkib bir əlinə bükmək əlbəttə ki çətindir. Ona görə mən bükdükdən sonra sizə göstərəcəm necə alındığını. Hazırlandıqdan sonra da dadının necə olduğunu sizə dəqiqliklə deyərəm. Məncə qəşəng olacaq. Neysə, büküm gəlin, bir əlinə alınmır. Belə qəşəngcə bükdüm hamısını. Bu qədər alındı. İçliyimiz də bitdi. İndi hamısını qəşəngcə bu qazanın içinə yığacağam. Səliqəylə yığıb gəlirəm. Qəşəngcə bu cür yığdım dolmaları səliqəylə. İndi üzərinə bir qədər, yəni bir stəkanın yarısının da yarısı qədər, yəni 1/4 qədər su əlavə edəcəm. Daha sonra pişdikdən sonra servis edərkən də sizə bölüşəcəm. Dadının necə olduğunu dəqiq bir şəkildə deyəcəm. Gördüyünüz kimi dolmalar hazırdır. Mən qatıqla yeməyi xoşlayıram. Üzərinə qatıq əlavə elədim. İndi dadına baxıb dadının necə olduğunu sizə bildirəcəm. Bismillah. Lezzetlidir ya. Eləməyə dəyər. Şahsen çok beğendim. Gelen videolarda görüşmek üzere. Sağ olun, sağlıkla kalın. Abone olmayı unutmayın.